Kəsə bu videoda mövzumuz 11-ci sinif İngilis dili səhifə 14. Grammar B. Answer these questions with your best guess. Öz təxminlərinizlə suallara cavab verin. Bəli, xeyir deyin. Would it be warmer inside a plane if the plane were painted in black? Əgər təyyarələr qara rəngdə boyanmış olsaydı, sizcə isti olardımı içərisi? Yes. Bəli. The only humans enjoy listening to music. Ancaq insanlar mı musiqi dinləməkdən zövq alır? Yes. Bəli. Does a walk at the seaside help sleep better? Dəniz kənarında gəzinti daha yaxşı yatmağa kömək edirmi? Yes. Does being left-handed mean that the right side of your brain works better? Solaxay olmağın sənin sağ beyninin daha yaxşı işləməsi deməkdirmi? Yes. Okay. Mətni oxuyun və təxminlərinizin doğru və ya yanlış olduğunu görün. Have you ever wondered why most passenger planes are painted white? Heç düşünmüşsünüzmü niyə əksər sərnişin təyyarələri ağ rəngdədir? It is firstly because this color is the color that best reflects sunlight. Bunun birinci səbəbi odur ki, bu rəng günəş işığını ən yaxşı əks etdirən rəngdir. White paint is the best way to minimize cabin heating and prevent potential damage from solar radiation. Ağ rəng təyyarənin qızmasını minimuma endirmək və günəş radiasiyasından ola biləcək zərərin qarşısını almaq üçün ən yaxşı boyadır. You can compare the effect of white on the warming up of the cabin to wearing a white t-shirt in summer. Siz bunu belə müqayisə edə bilərsiniz. Yayda ağ t-shirt geymək ilə tünd rəngli t-shirt geymək arasındakı fərq mi? Yəni tünd rəng kəbinin içini qızdıra bilir. It is always warmer when wearing a dark colored t-shirt. Həmişə tünd rəng olanda daha isti olur. Do you know why music makes us feel good? Musiqi niyə bizə yaxşı təsir edir bilirsən? Enjoying music is unique to humans. Musiqidən zövq almaq insanlara məxsus olan bir şeydir. Our favorite melodies increase dopamine levels. Bizim sevimli melodiyalarımız bizim dopamin səviyyəmizi yüksəldir. Dopamine, which is often called the happy hormone, activates our brain's pleasure and reward system. Dopamin çox vaxt xoşbəxtlik hormonu adlandırılır və beynimizin zövq və mükafat sistemini işə salır. Music can have a positive impact on our mental state. Fast tempos can psychologically and physiologically energize us for the day. Musiqi bizim psixi vəziyyətimizə müsbət təsir göstərə bilər. Sürətli ritmlər bizi həm psixoloji, həm də fizioloji cəhətdən enerjili edə bilər. Do you remember when you last walked at the seaside? Dəniz kənarında gəzdiyiniz son vaxtı xatırlayırsınızmı? Did you sleep better that night? Həmin gecə daha yaxşı yatdınmı? According to a 2015 study by the UK's National Trust, if you take a coastal walk, the chances that you will sleep better that day are much higher. Deməli, 2015-ci ildə Britaniyanın Milli İctimai Təşkilatının apardığı bir araşdırmaya görə dəniz sahili boyunca gəzən insanların həmin gecə daha yaxşı yatmaq ehtimalı daha yüksəkdir. However, there is no evidence that the sea air in itself will make you sleep better. Amma dəniz havasının öz-özlüyündə yuxunu yaxşılaşdırdığına dair sübut yoxdur. In fact, we sleep better after a trip to the seaside because we have had enough exercise and have been calmed by the sound of waves.
Əslində dəniz kənarına səyahətdən sonra daha yaxşı yatmağımızın səbəbi odur ki, həm kifayət qədər hərəkət etmiş oluruq, həm də dalğaların səsi ilə sakitləşirik. Those who live their lives by the seaside don't tend to report improved sleep. Bu da maraqlıdır. Dəniz kənarında yaşayan şəxslər yuxularında yaxşılaşma barədə bir məlumat verməyiblər. Do you know why some people are left-handed? Niyə bəzi insanlar solaxay olur, bilirsənmi? The answer may be in the way the brain works. Bunun cavabı beynimizin işləmə tərzində ola bilər. The brain has two halves, the right brain and the left brain. Beynimizin iki deməli yarım kürəsi var. Sağ yarım kürə və sol yarım kürə. The right half controls the left side of the body and the left half controls the right side of the body. Deməli, sağ tərəf bədənimizin sol tərəfini, sol yarım kürə isə bədənimizin sağ tərəfini idarə edir. One half is usually stronger than the other. Bir yarım kürə adətən digərindən daha güclü olur. When the right side of the brain is stronger, the person will have a strong left hand and may be left-handed. Beynimizin yarım kürəsi daha güclüdürsə, əgər sağ yarım kürə daha güclüdürsə, insanın sol əli ilə insanın solaxay olması daha çox olur, ehtimalı. Sol əli deməli, solaxay olur. Left-handed people are more likely to prefer art, music and literature. Solaxay adamlar çox vaxt incəsənət, musiqi və ədəbiyyata daha çox maraq göstərirlər. Pay attention to the word order in the bold-faced sentences in task 1B and choose the correct option. Deyir ki, bu deməli tapşırıq 1-dəki qara hərflərlə verilmiş cümlələrə baxın, yəni yarım başlıqlara baxın və cümlə quruluşuna fikir verin. Və aşağıdakı cümlə quruluşunu ona görə seçin. Deməli, uşaqlar, bu xüsusi sual cümləsinin vasitəli nitqdə işlənməsi qaydasıdır. Cümlənin əvvəli sual cümləsi şəklində gələrsə, bu şəkildə. Cümlənin ortasına bir dənə bağlayıcı qoyuruq. Və sonraki cümlə isə adi qaydadan mübtəda xəbər. Belə olur. Deməli, zəng gəlmişdi, üzrlə hesab edin, dayandırdım. Deməli, do you know why? Bizə lazım olan nədir? Dedik, ortada bağlayıcı olur. İki cümlə bir-birinə bağlayan. Sonra isə rəngli cümlə forması gəlir. Baxırıq A variantında do you know why? Bağlayıcı gəlib, sonra isə mübtəda xəbər. Bəli. Bu isə, yəni A variantı doğrudur. Have you ever wondered why? Görürsünüz, why-dan sonra köməkçi fe'l gəlib, hansı ki, bizə belə bir şey lazım deyil. Bizə sual cümləsi yox, nəqli cümlə şəkli lazımdır. Ona görə B variantı. Have you ever wondered why we go? Nəyə görə biz əsləyirik? Sənə deyir, heç maraqlı gəlib. Yəni, vasitəli nitq, xüsusi sual cümlələrinin vasitəli nitqdə işlənməsi. Səhifə 141-dəki deyir, qaydanı oxuyun, çalışmaları eləməzdən qabaq. Gəlin baxaq qaydaya, səhifə 141. Baxın, burada deməli, bunlar sual sözlərdir. Məsələn, adi bir sual cümləsidirsə, yəni xüsusi sual cümləsidirsə, xüsusi sual cümləsinin sual sözü vasitəli nitqdə çevrilir olur bağlayıcıya. Bağlayıcı olur. İki cümləni baş cümlə ilə budaq cümləni bir-birinə bağlayan budaq cümlə olur. Baxın, məsələn, what color is the sun? Məsələn, bütöv cümlə, nəqli cümlə desək, məsələn, yazarıq belə, the sun is yellow. Biz burada yellow'ya sual versək, nə ilə sual verəcəyik? What color? What color yazırıq, sonra da is gəlir, is the sun-dan əvvələ keçir. Olur, what color is the sun? Bunu biz deməli çevrəndə
vasitəli nitqə. O zaman, məsələn, cümlənin əvvəli veririk, baş cümləni veririk. I'd like to know, bilmək istəyirəm ki, günəş nə rəng olur. Və sonra isə həmin, deməli, bayaq dediyim kimi, sual cümləsinin sual sözü gəlir olur bağlayıcı. İki dənə cümləni bir-birinə bağlayır, bu. Sonra isə adi nəqli cümlə quruluşu gəlir. Mübtəda, iz isə xəbər. Bu da xəbər. Please tell me, bax burada da. How much water can a camel store in its hump? Deyir ki, öz hörgücündə nə qədər su saxlaya bilir? Görürsünüz, bu sual sözdür. Gəlib buranın olub bağlayıcısı. Please tell me how much water a camel can store in its hump. Hamısında belədir. Əgər cümlədə do, does, did köməkçi fe'llər varsa, onlar yenə də atılır. Cümlə olduğu kimi, yəni adi nəqli cümlə şəklində davam edir. Məsələn, bax. Why do ants walk in a straight line? Nəyə görə deyir? Qarışqaları bir xət üzərində gəzir. My curious brother wants to know. Bu oldu baş cümlə. Mənim, deməli, qardaşım bilmək istəyir. Nəyi? Bu oldu bağlayıcı. Baxın, why oldu bağlayıcı. Sonra isə adi cümlə sırası gəlir. Buradakı do-nu atırıq. Why ants walk in a straight line. Sonra how did Wi-Fi get its name? Wi-Fi deyir necə öz adını, bu ada, yəni bu ad qoyulub. Necə olub ki, bu ad qoyulub Wi-Fi-ya? Deməli, burada did var. Deməli, keçmiş zamanda olmalıdır. I'd like to know how, yenə bu bağlayıcı oldu. Wi-Fi mübtəda və did olduğuna görə, bax, buradakı get gəlir olur keçmiş zamanında. Past simple-da, got. Aha. Sonra deyir, mübtədanın sualında isə, əgər mübtədaya sual verilibsə, bu halda heç bir dəyişiklik olmur. Onsuz da uşaqlar bilirsiniz ki, mübtədaya biz sual verəndə bir dənə mübtədanı silirik cümlədən. Yerinə canlıdırsa who, cansız və ya heyvandırsa what qoyuruq. Qalan cümlə olduğu kimi gedir. Yəni köməkçi fe'ldən filan istifadə olunmur. Adi nəqli cümlə şəklində də olur. Ona görə də yəni burada da vəziyyət dəyişmir. Please tell me. Bax, elə həmin bu cümləni köçürürük bura. Who invented weekends? We use a period at the end of the included question of the sentence as a statement. Yəni nəqli cümlə şəklində olanda axırına nöqtə, sual cümləsi şəklində olanda isə sual işarəsi qoyulur. Və deyir ki, bir məlumatı soruşanda xüsusi sual cümləsi əvəzinə belə. Bunun əvəzinə bu tipli ifadələri əvvəldə işlətmək daha nəzakətli səslənir. Yəni, sualınızı vasitəli nitqə çevirərək soruşmaq daha rahatdır. Aha, məsələn, bugün sənin neçə dərsin var? Bunun əvəzinə mən bilmək istərdim ki, bugün sənin neçə dərsin var? Belə demək ingilislər üçün daha nəzakətlidir. Və ya deyə bilərsənmi, zəhmət olmasa bugün sənin neçə dərsin var? Bax, bu tipli cümlə. Okey, qaydaq öz səhifəmizə. Deyir, aşağıdakı cümlələri vasitəli nitqdə verin. Deməli, who invented weekends? Deməli, bu mübtədanın vasitəli nitqdə işlənməsidir. Neynirdik? Bu cümləni olduğu kimi bura köçürürsünüz. Mən daha köçürmürəm. Sonra, why do ants walk in a straight line? Bayaqki cümlədir. I want to know. Bax, bu cümləni olduğu kimi köçürürsünüz. Bir dənə do-nu atırsınız. Bu cümlə gəldi bura. I want to know why ants walk in a straight line. Why do little girls like pink? I'd like to know. Yenə why bura yazırsınız. Bir dənə do-nu atdınız. Yox, qalan cümləni, bütün bu cümləni do-dan başqa köçürürsünüz bura.
How did Wi-Fi get its name? Can you tell me? Sual cümləsi olmasına baxmayaraq, cümlə nəqli cümlə şəklində olacaq. Deməli, bu cümləni köçürəcəksiniz, amma didi atırsınız və geti got kimi işlədəcəksiniz. How Wi-Fi got its name. What makes most children afraid of clowns? Do you know what? Bu deməli mübtədanın sualı olduğuna görə nə deyir uşaqları klondan qorxudur? Nə qorxudur? Mübtədanın sualıdır. Bu töv bu cümlənin hamısını bura olduğu kimi köçürürsünüz. When was the first selfie taken? Nobody knows when. Aha. Deməli nə olur uşaqlar? Burada sual cümləsi şəklindədir. Was əvvələ gəlib. Was-un yeri bura deyil. Nəqli cümlə şəklində olsaydı nə cür olacaqdı? Was gələcəkdə hara? The first selfie taken. Deməli was taken burada olacaqdı. Cümləmizdə ona görə yazırıq. When. Aha. Bunu yazıram ki siz çaşmayasınız. When bağlayıcı oldu. Sonra cümlənin mübtədası budur. The first selfie. Xəbər də budur. Was taken. Vəssalam. Passive voice-dadır. The words in the trivia quiz are jumbled. Put them in the correct order to make included questions. Deməli, sözlər oradan buradan verilib. Okay, düzgün cümlə qurun. Can you tell me how much water can a camel store in its hump? Buradakı cümlədir bayaqki. Oradan köçürərsiniz. Bu birincini yazmıram. Belə olur. Can you tell me how much water can you tell me how much water a camel can store in its hump? Aha. Please tell me what color. Please tell me. Bunu yazım. What color the sun is? Güneş nə rəngdədir? Honor you ever if your mobile phone at home have you? Aha. Bu uzun cümlədir, çox uzun. Buraya yazın. Have you ever wondered? Have you ever wondered how much money you can save if you don't charge your mobile phone at home? Buyursun cümleler. Your mobile phone at home. You are what to the five senses of. Do you know what the five senses of the human body are? İnsan bədəninin 5 dənə duyğu üzvü hansılardır? Do you know? What the five senses? Five senses of the human body
Özü hemen bari baxar. Can you say how many colors are in the rainbow? Nahardan yazaq. Can you say üstündən altına. Can you say how many colors are? İnşallah color da yazılır, u ilə də yazılır. Fərqi yoxdur. Are in the rainbow. Sual cümləsi olduğuna görə, yəni sual cümləsindən başladığına görə sual işarəsi qoyulur. Hə, uşaqlar, yenə zəng gəldi. Deməli, necə olacaq? Do you know? No. How long? Yazdıqca yuxu gəldi. How long it takes for the sun's light to reach. How long it takes for the sun's light əslində neysə. To reach the earth. Yer kürəsinə nə qədər deyir, çatır, bilirsən. Okay, sonra in their bodies, anyone know shark stars, how many bones have? Deyir ki, kimsə bilirmi? Balinalar, köpək balıqlarının bədənində nə qədər sümük var? Does anyone know how many bones sharks have in their bodies? Yes. Okay, test your partner. Bəli. Okay. Dinləyin, yoxlayın. Dinləyib yoxlaya bilərsiniz uşaqlar. Sualları partnerinizlə discuss eləyin, müzakirə edin, bunu dərsdə eləyirsiniz. Listen to the talk and answer the question. Choose A, B, C or D. What does the speaker think about the topic? Okay, gəlin dinləyək uşaqlar. Track 3. The ability to ask good questions is one of the main skills that you can use to keep a conversation going. In conversations, we usually think that we're supposed to tell great stories and show others how amazing we are. The ability to ask good questions in a social situation is one of the main ways to keep the ball rolling. There are two types of questions that we're going to explore. The first is called an easy question. It is a direct question that you can answer with a yes or no or a short phrase. I used to have a lot of difficulty in social situations like parties until I realized I'm just going to ask a question with one-word answer. So I ask people questions like this. How many years have you been living in Baku? Then it gets very easy for the other person to start the ball rolling. Then you can follow up with an open-ended question. That's the second type of question. After you learn that the person has lived in Baku for 7 years, you can ask another close question, like, where did you live before that? Then you open up the conversation with what brought that person from that place to Baku.
What question or how question usually requires a lot more detail. It's going to get them talking and opening up, and that's when you really see the conversation. Some people say you can also start with a why question. I have found, however, in my experience that the conversation that starts with why sometimes can make the other person feel a little defensive, like they have to justify their explanations. I was talking to a friend of mine just a couple of days ago. He said that he was at work and his coworker, who was showing him around, was asking a lot of questions and he was answering the questions. Then he noticed the conversation just died. And he reflected on it and said, I know why it died. I wasn't asking him the right questions. So the next time he went to work, he started with easy questions and then followed up with an open-ended question. It worked well. So, choose the right questions and you're almost guaranteed to get a nice conversation going. Gəlin bir də dinləyək uşaqlar. Track 3. The ability to ask good questions is one of the main skills that you can use to keep a conversation going. Deyir ki, sual soruşma bacarığı söhbəti davam elətdirməyin is one of the main. Ən gözəl, ən yaxşı bacarıqlardan biridir. We think that we're supposed to tell great stories and show others how amazing we are. Deyir ki, biz adətən söhbət zamanı ilə düşünürük ki, biz maraqlı nəsə möhtəşəm bir hekayə danışmalıyıq və yaxud da ki, başqalarına göstərməliyik ki, biz necə də möhtəşəm biriyik. The ability to ask good questions in a social situation is one of the main ways to keep the ball rolling. Söhbəti davam etdirmənin ən yaxşı variantı sosial bir vəziyyətdə, ən yaxşı üsulu yaxşı sual soruşma bacarığıdır. There are two types of questions that we're going to explore. The first is called an iki cür sual növü var. Birincisi easy question. Easy question, asan sual adlanır. It is a direct question that you can answer it with a yes or no or a short phrase. No deyir, deməli, necə? Direct questiondur da, yəni sual, promoy sualdır. Yəni onun cavabı bəli, xeyir olur və ya qısa nəsə bir ifadə ilə cavab verə bilirlər. I used to have a lot of difficulty in social situations like parties until I realized I'm just going to ask a question with one word answer. So I asked people. Deyir ki, mənim əvvəl sosial vəziyyətlərdə, partilərdə, şənliklərdə çətinliyim olurdu. Çünki mən onlara ancaq deyir elə bir dənə belə asan sual soruşurdum. People questions like this. How many years have you been living in Baku? Then it gets very easy for the other person to start the ball rolling. Deyir ki, sonra başladım məsələn belə bir sual soruşmağa ki, sən Bakıda nə qədər müddətdir yaşayırsan? Ondan sonra da həmin danışdığım adama da rahat olurdu ki, söhbəti davam elətdirsin mənimlə. Then you can follow up with an open-ended question. That's the second type of question. After you learn. Sonra isə sən söhbəti açıq cavablı sualla davam elətdirə bilərsən. Bu da sualın ikinci formasıdır. That the person has lived in Baku for 7 years, you can ask another close question, like, where did you live before that? Then you open. Sonra o sən suala cavab verəndən sonra ki, məsələn, mən Bakıda 7 il yaşayırdım. Sən ona ikinci qapalı sual verə bilərsən ki, bəs əvvəl harada yaşayırdın? Now the conversation was what brought that person from that place to Baku. What question or how question? Sonra isə söhbəti davam elətdirirsən ki, onu Bakıya gətirən səbəb nə idi? Usually requires a lot more detail. It's going to. Deyir, what-la və how ilə başlayan, yəni xüsusi sual cümlələri daha detallı məlumat istəyir. To get them talking and opening up, and that's when you really see the conversation. Some people say. Bu onları söhbət eləməyə və daha çox açılışmağa aparır və burada sən görürsən ki, həqiqətən də söhbət davam edir. You can also start with a why question. Bəziləri də deyir ki, sualı ilə promoy why sualı ilə, nə üçün sualı ilə başlaya bilərsən söhbəti.
I have found, however, in my experience that the conversation that starts with why sometimes can make the other person feel a little defensive, like they have to justify their explanations. Aha, amma deyir, mən öz təcrübəmdə görmüşəm ki, belə söhbətə why ilə, nə üçün ilə başlayan sualla başlasan, onda qarşı tərəf özünü müdafiə rejiminə salır və yəni o narahat olur da əslində. Düşünürlər ki, onlar öz izahları ilə özlərini müdafiə eləməlidirlər. I was talking to a friend of mine just a couple of days ago. He said Bir neçə gün əvvəl öz dostumla danışırdım, dostlarımla biri ilə. that he was at work and his co-worker, who was showing him around, was asking a lot of questions and he was answering the questions. O mənə dedi ki, işdə olanda iş yoldaşı ona ətrafı göstərərkən ona çoxlu suallar soruşurdu və o da cavab verirdi. Then he noticed the conversation just died. Sonra deyir, fikir verdim ki, söhbət ölür. And he reflected on it and said, I know why it died. I wasn't asking him the right questions. So Aha, sonra isə özü fikirləşir və deyir ki, mən bilirəm nəyə görə söhbət öldü, davam eləmədi. Mən ona düzgün suallar vermirdim. the next time he went to work, he started with easy questions and then followed up with an open-ended question. It worked well. Sonra isə növbəti gün o işə gedəndə asan suallarla başladı. Sonra isə onun davamını açıq suallarla, açıq tipli yəni suallarla davam etdirdi. Bu çox yaxşı işə yaradı. Well, so choose the right questions and you're almost guaranteed to get a nice conversation going. Ona görə də yaxşı suallar seç və sənə qarantiya var ki, sən deməli yaxşı söhbət alındıra biləcəksən. Okay. Deməli burada nədir? What does the speaker think about the topic? Mövzu barədə nə düşünür? Gəlin baxaq. A variantını oxuyaq. It is advisable to prepare some questions before having a conversation. Söhbət eləməzdən qabaq suallar hazırlamaq xeyir. Telling stories will make your conversation more fun. Hekayələr danışmaq daha əyləncəlidir, xeyir, belə bir şey demədi. Good communicators are likely to ask a lot of funny questions. Yaxşı söhbət eləyənlər gülməli, məzəli suallar soruşa bilirlər, xeyir. Asking the right questions will help you have more effective talks. Düzgün suallar soruşmaq daha yaxşı ünsiyyət aparır, bəli. Listen to the talk again and tamamlayaq. There is a common belief that in conversations others expect us to share. Burada nə deyirdi? The first type of questions requires a yes or no answer or a short phrase. Olan orada elə demişdi. The speaker struggled a lot in social settings before he started to ask a question that required one word answer. The second type of question starts with what or. The speaker advises against asking why questions since they make the other one feel defensive. The speaker's friend didn't have an effective conversation on the first day because he wasn't asking the right questions. To keep the ball rolling, deməli, to cause an actor to continue, to justify, to show that something is right, to notice, deməli, yes, B, to reflect on something, to think deeply. Bu sinif tapşırığıdır və bu videoluq bu qədər. Uşaqlar, kanala abunə olmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.